Naxçıvanda 8 Mart Qadınlar Bayramı günü münasibəti ilə sərgi təşkil edilib. Rəssamların fırçasından Qadınlar adlı sərgidə Muxtar Respublikada fəaliyyət göstərən sənətkarların xanımlara həsr edilən əl işləri nümayiş olunub. Müasir Azərbaycan qadını millət vəkili, dövlət xadimi, ana olmaqla bərabər həm də rəssamdır. Özü gözəllik rəmzi sayılan qadınların yaratdığı əl işləri də elə gözəllik nümunəsidir. Naxçıvanda az olsalar da yaratdıkları sənət nümunələrinin ölçüsü onların geniş dünyasından xəbər verir. Bu qadınlar gözəl tablolar çəkir, həm dekorativ tətbiqi sənətlə, həm də ağac üzərində oyma ilə məşğul olurlar. Ən əsası, bu əl işlərində qadın nəvazişi, zərifliyi və düşüncəsi aydın hiss olunur. İstər arzularımı, istər istəklərimi, ümumiyyətlə limiti necə görmək istəməyimi, nağılları, fəlsəfəmi, mifologiyanı, yəni özümə məxsus olaraq burada əks elətdirirəm. Oyma naxış işi görürəm, taxta üzərində. Ən çox mən oyma naxış işində həmbəti figurlardan istifadə edirəm. Bunu da istəyirəm ki, gələcək nəslimizə bu işlərimizi yaradaq, göstərə, onların da çalışmasını istəyirəm. Qadınlarım istər iş həyatında, istər şəxsi həyatında, istər bir ana obrazı kimi, yəni hər tərəfli fəaliyyəti mən çalışmışam ki, öz əsərlərimdə əks etdirim. Bəhruz Kəngərli adına salonda sərgilənən əsərlərin bir hissəsi isə kişi rəssamların qadınlara həsr etdiyi tablolar idi. 14 əsərim gül əsəridir, natürmotlardır və ondan sonra qadın əsərləridir, qadın portretləridir. Onların içində yəni güllə xanımlar, qadınlar eynidir, həyatımızın bəzəyidir. Sərgidə ümumilikdə 27 rəssamın 60-dan artıq əl işi nümayiş edildi. Mövzuların hansının daha gözəl, maraqlı olmasını təyin etmək isə çətindir. Çünki bu əsərlər dünyanın ən gözəl varlığı olan qadınlara həsr edilib. Səməd Canbaxşeyev, Rəşad Əkbərov, Mehman Mehdiyev, Lidə TV, Naxçıvan.